Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin. Habibi kulubina, tabibi nufusina, şefii zunubina, Ebu'l Qasim Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala ehli beytihi tayyibin el-tahirin el-masumin ve la'nu daim ala a'daihim ecma'in minel âne ila qiyami yevmiddin. İbadallah, usikum ve nefsi bitekvallah. Əziz və hörmətli mömin qardaşlar, cümə iştirakçıları, mübarək gündə özümü və siz, əziz qardaşları, ilahi təqvaya dəvət edirəm. Təqvalı olmaq, təqvalı yaşamaq, Quran-ı Kərimin bizə ən çox tövsiyə edilədiyi məsələdir. Ki, Quranda Allah Teala bizə buyurur ki, təqvalı yaşayın. Təqvalı yaşamaq, əziz qardaşlar, haqq əsasında yaşamağa deyilir. İnsan haqqın əsasında yaşamalıdır. Əgər bir adam istəyirsə də təqvalı yaşaya, gərək haqqın əsasında yaşasın. Bu yaşamaq da Qur'anın bizə tövsiyə edilədiyi haqq rəhbəri tanımadan yaşamaq mümkündür. Əgər bir adam istəyirsə də təqvalı yaşayar, təqvalı yaşamaq yəni haqqın əsasında yaşamaq. Haqqın əsasında yaşamaq, yəni sənə itaəti Peyğəmbərdən sonra vacib olan şəxsləri, imamları və qeybət-i kubrada sənin axirətini və dünyanı abad eləyəcək kəsi tanımaqla mümkündür. Yoxsa insan eləyə bilməz təqva əsasında yaşasın, ilahi rəhbəri, itaəti vacib olan rəhbəri tanımalı. Quran-ı Kərimin ilk günlərdən, əziz qardaşlar, hidayət və rəhbərlik məsələsini əsas mövzu kimi təqdim edir. Allah Quran-ı Kərimin İsra surəsinin 71-ci ayəsində buyurur ki, o gün biz hər ümməti öz imamı ilə çağıracaq. İsra 71-ci ayədə Allah Teala buyurur ki, qiyamət günü hər bir ümmət qiyamət səhnəsinə öz rəhbərinlə, öz imamınla gələcək. Yəni, insanın həyat yolu onun seçdiyi rəhbərlə sıx bağlıdır. Yəni, insanın həyatı, inandığı rəhbərin həyatından çox sıx bağlılığı var. Ona görə Quran buyurur ki, biz qiyamət günü hər bir ümməti öz imamınla çağırarıq. Quran-ı Kərim, əziz qardaşlar, əsas sualı belə olur. Yunus 35-də buyurur, haqqa hidayət edən kəs ardınca getməyə daha layiqdir, yoxsa özü hidayət olunmadan yolu tapa bilməyən. Belə bir ayə sualı bu cürə ünvanlayır. Bir adam əgər özü haqqı tapa bilmirsə da, haqqa gedən yolu tanımayırsa da, Quran buyurur, yox, siz onun arxasından getməməlisiniz.
Burada söhbət tevhiddən və ilahi rəhbərlərdən gedir. O kəs ki, sizi haqqa hidayət edir, onu eşitməyiniz daha yaxşıdır. Qur'an-ı Kərimin Yunus surəsinin 35-ci ayəsi yenə bu məsələyə diqqətli olmağa çağırır. Bu ayə bizə ölçü və meyar verir ki, əziz qardaşlar, nə hisslər, nə təbliğat, nə də media səsküyü haqqa meyar deyil. Xəbərlərdə, sosial mediada belə dedirlər, belə səsküy düşdü, belə danışırlar, belə deyirlər. Bunların heç azı haqqın ölçüsü və meyarı deyil. Əleyhissalam buyurur, haqqı tanısan, haqq əhlini də tanıyarsan. Əgər haqqı tanısan, əhlini də tanıyarsan. Və bizə də əleyhissalam bir ölçü verir Nəhcül Bəlağədə. Deyir, haqla batil qarışan zaman batilin hədəfinə baxın. O sizə ölçü verəcək ki, haqq nədir, batil nədir? Bütün batilin məqsədinə baxın, görün batilin məqsədi haradır. Onda taparsınız, deyir, haqla batili. Qur'ana görə, əziz qardaşlar, ilahi rəhbərin xüsusiyyətləri var. Çünki bu ilahi rəhbərlik nə bu baş nazirlikdir, nə şahlıqdır, nə bu deputatlıqdır, nə bu dünyada olan o vəzifələrdir. Bunlar deyil, Qur'anın ayələrinə görə ilahi rəhbərin xüsusiyyətləri var. Kim ilahi rəhbər ola bilər? Yaradılışın ilk xilqətindən ki, Allah Teala buyurur, İnni cailun fil ərzi xəlifə, mən Adəmi yer üzündə xəlifə qərar verirəm, yəni mən Adəmi yer üzündə canişinim qərar verirəm, mənim nümayəndəmdir. Mənim yer üzərində olan nümayəndəm, yəni Həzrət Adəmin xilafəti bu xilafətdir ki, Allah Teala buyurur, biz Adəmi yer üzündə xəlifə qərar veririk. Yəni Allahın yer üzündə nümayəndəsi. Qur'ana görə ilahi rəhbərin xüsusiyyətləri var, əziz qardaşlar. Bir, ədalət mərkəzli olmalıdır. Yəni ilahi rəhbər ədalətin simvolu olmalıdır. Necə ki, Allah Teala peyğəmbərlərin göndərmə məqsədini belə açıqlayır. Biz peyğəmbərlərimizi açıq dəlillərlə göndərdik ki, insanlarla ədaləti rəftar edib, ədaləti bərpa etsinlər. Bu bizim Qur'anın əsas prinsiplərindən biridir. Və bu ədaləti bərpa eləmək ilahi rəhbərlər üçün məzhəbin, dinin heç bir fərqi yoxdur. Əgər ədalətsizlik bir əhli kitaba qarşıda olursa da, orada ilahi rəhbər sözünü deyir. Küfədə bir nəfər Yahudi əleyhissalam şəhid olandan sonra hönkür bağlayırdı. Gəldilər, dedilər, müsəlmanların imamı dünyasını dəyişir. Sən niyə bir belə narahatsan? Dedi, Küfədə bir dəfə haqqım aradan getmişdi. Küfəni alt-üst elədi bizim sözlə əleyhissalam. Niyə narahat olun? İlahi rəhbərin Qur'ana görə əsas xüsusiyyətlərindən biri ədaləti cəmiyyətdə bərpa eləməkdir. Necə ki, Allah Teala Qur'an-ı Kərimin, əziz qardaşlar, Hədid surəsində buyurur ki, biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik ki, ilahi ədaləti yer üzündə bərpa eləsinlər. İlahi rəhbər cəmiyyətdə olan zülmə laqeyd qalmamalıdır. Zülmə qarşı durmalıdır. Deməməlidir, mənim nə işim var? İkinci ilahi rəhbərin Qur'ana görə olan xüsusiyyətlərindən o ki, insanları Allaha tərəf götürür, cəsarət və möhkəmlik.
müqavimət, dayanmaq. Quran buyurur Əhzabın 39-unda Əl-ləzinə yübəlliğunə risalətillah la yaxşavnəhu və la yaxşavnə illallah. Onlar ki, Allahın dinini təbliğ edirlər, Allahın Qur'anını, Allahın əhkamını təbliğ edirlər, onlar Allahdan başqa heç nədən qorxmazlar. Müqavimət, dayanmaq, tufanlarda möhkəm durmaq, süst olmamaq, bu Qur'ana görə ilahi rəhbərin ikinci xüsusiyyətidir ki, cəsarətli olmalıdır, dayanmalıdır möhkəm düşmənin qabağında. Əhzab 39-da böyle olar ki, Allahın dinini təbliğ edirlər, onlar yalnız Allahdan qorxarlar, Allahdan başqasından qorxmazlar. İlahi rəhbərlər təhdidlərdən qorxmazlar. Çünki dayaqları fani güclər deyil, Allahdır. La yazal, o ki, hökmü həməşədir, əbədidir, qudrət sahibidir Allah. İlahi rəhbər buna etiqadı var. Bilir ki, onun arxasında tevhid var. Necə ki, Həzrət Musa dedi, Mə'iyyə Rəbbi səyəhdin. Dedi, narahat olmun. Dənizlə üzbəüz qalıb. Heç məntiq, əqil deyil, yol yoxdur. Düşüncə deyil, buradan yol yoxdur. Əshab da nigaran oldu, dedi, Fironun cəmaatı çatır. Önünüzdə dənizdir, dedi, narahat olmun. Mə'iyyə Rəbbi səyəhdin. Rəbbim mənlə yol göstərəcək. Fəcrib əsəkəl bəhrə ya Musa. Musa əsanı vur dənizə. Dəniz yarıldı. Nicat tapdırır. Ona görə sökənləcəyi Allah olmalıdır, ilahi rəhbərin. O ki, yol göstərir. Xalıqa qarşı mərhəmət və məsuliyyətli olmalıdır ilahi rəhbər. Qur'anın buyurduğuna görə Tövbə 128-də buyurur ki, Peyğəmbərin haqqında ki, ilahi rəhbərlərin ən üstünü, aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərin haqqında Quran buyurur, sizin əziyyətiniz ona ağır gəlir, sizə qarşı çox qayğıkeş və mərhəmətlidir. Yəni, möminlərin əziyyət çəkməyi Peyğəmbəri narahat edir. Müsəlmanların əziyyət çəkməyi Peyğəmbəri narahat edir. Məkkənin ilk dönəmlərində müsəlmanlara zülm olunanda dedi, Həbəşiyə hicrət edir. Gedin, dedi, Həbəşiyə, orada bir adil kral var, onun ölkəsinə hicrət edir. Müsəlmanlara can yandırırdı. Müsəlmanların əziyyəti Peyğəmbərə ağır idi, mərhəmətli idi. Quran öz sifətindən Peyğəmbərə də nisbət verir. Raufur Rahim. O çox-çox mehriban və bağışlayan idi. Peyğəmbər həm rauf idi, mehriban idi, həm də çox bağışlayan idi. Quran Peyğəmbərdən danışanda buyurur ki, وَإِذَا خَاتَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامٌ عَلَيْكُمْ. Cahillərlə deyir, anlamazlarla üz-üzə gələndə onlara deyilən ki, Allahın salamı olsun sizə. Deyir, فَاسْتَغْفِرْ لَهُمْ. Onlar üçün bağışlanmaq istər. Bu cürə tanıqdır. İlahi rəhbər, yəni Quran buyurur, insanların narahatçılığı, əziyyəti ona ağır olmalıdır. O, rahat olmamalıdır insanların, ilahi rəhbər, insanların əziyyətindən. İlahi rəhbər hökümranlıq deyil, məsuliyyət və rəhmət deyil. Biz Əhl-i Beyt imamlarında bunu görmüşük, Peyğəmbərin həyatında bunu görmüşük. İnsanlara qarşı özlərindən artıq can yandırırdılar. Özlərindən artıq. İlahi rəhbər səni kamala çatdırmaq üçün gəlib. Səni tevhidə, həqiqətə çatdırmaq üçün. Sifətlərindən biri ilahi rəhbərin zöhd və dünyaya bağlı olmamaq. O adam ki, ilahi rəhbərdir, o təqva əsasında yaşamalıdır. Zöhd nə deməkdir? Bəzən insan zöhdü tərs başa düşür, zahidliyi tərs başa düşür.
Elə bilir ki, zahidlik bir tərəfə çəkilib, cəmiyyətdə olan məsələlərə biganə qalmağa deyirlər. Belə zahidliyi, zöhdü nə İslam qəbul edir, nə Quran, nə Əhl-i Beyt marifi. Əli əleyhissalamın kəlamları Qurandan sonra doğrudan da parlayır, buyurur ki, zahid o adamdır ki, əlində olana sevinməsin, əlindən gedənə qəmlənməsin. Buna deyərlər zahid. Əlində var idi, sevinmirdi, normal qarşılayırdı, bir gündə əlində yoxdur, narahatdır. İmamlar nəinki dünya bu cür öydülər, imamlar ailələrine qarşı bu cür öydülər. İmam Sadiq olan evlatlarından biri xəstələnmişdir, səhabələr gəldilər, gördülər, imam qəmlidir. Dedilər, alana baş verib, dedi, evlatlarından biri xəstələnir. Bir həftə sonra getdilər, gördülər, imam şaddır. Dedilər, yəqin imamın evladı şəfa tapır. Dedilər, uşağın vəziyyəti necələdir? Dedi, inna lillahi və inna ileyhi raciun. Allahdan gəlmişik, Allaha da dönəcək, dəfn edilədik. Dedi, bu nə haldır? Dedi, biz əlimizdə olana qədər xəstə idi, narahat idik, nigaran idik. Elə ki, məsləhət getmək oldu, Allah belə istədi, Allahın istəyinə biz də razı idik. Əhl-i Beyt imamları bu cürə yaşayırdılar ki, təbii ki, çətindir. Bu cürə yaşamaq, iman istəyir, dərin düşüncə, dərin ruh, möhkəm, köklü iman istəyir ki, insan bu cürə şeyləri dərk eləyə bilər. Allah Quran-ı Kərimin Ali-İmran surəsində buyurur, dünya həyatı yalnız aldadıcı bir yerdir və məl həyatı dünya illə məta'ul-ğurur. Dünya yəni bir dənə keçici və aldadıcı bir yerdir. Ali-İmran 185-də. Əziz və hörmətli qardaşlar, Quran bizə öyrədir, kim daha gözəl danışır deyə soruşulmadan əvvəl, kim haqqa daha yaxındır deyə soruşacaq. Bugün media tribunada falan kəs belə danışdı, elə danışdı, nətər danışdı, onu soruşmayacaqlar. Kim haqqa daha yaxın danışdı, haqqı danışdı, onu soruşacaqlar. Kim yaxşı danışdı, yox. Ola bilsin, bugün birinin yaxşı nitqi var, cəmaatı aldada bilir, sosial medyada, kütləvi insanların aldanmağına səbəb olur. Quran bizdən onu soruşmayacaq. Quran deyir, sizdən kim daha haqqa yaxın, haqqı daha yaxın olan adam, haqqı danışan adam sizdən soruşulacaq. Ona görə Əli əleyhissalam buyurur ki, bəzi də dedim, haqqı danışan, haqq əhlində tanıyarsan. Dini cəmiyyət üçün ən böyük təhlükə ilahi rəhbərlik meyarlarını itirməkdir. Tarixə baxın Quran ayələrindən və tarixə də nəzər salsanız görərsiniz, qardaşlar. İnsanların azmağı, haqqı bilməməkdən olmadı. Haqq olan rəhbəri qəbul eləməməkdən oldu. Bu maraqlı bir sözdür, Quranın sözdür. Bəli, mən bağla ki, Quran buyurur Əraf surəsinin 175-ci ayəsində bu qatırınla Həzrət Musiyə tərəf getdi, qatır yerimədi. İlahi rəhbərə qarşı çıxırdı. Quran buyurur ki, qatır başa düşdü ki, ilahi rəhbərə qarşı çıxmaq olmaz, yerimədi. Tarixdə yazırlar ki, o qədər qatır vurdu ki, qatır öldü. Və deyirlər ki, hədislərdə var, cənnətə gedən heyvanlardan biri də həmən Bəlmən Bağlanın qatırıdır. Necə ki, heyvan istisnadır cənnətə gedən. İlahi rəhbərə qarşı çıxmaq, haqqı bilirdilər. Namaz qıla-qıla bədbəxt oldular. Oruç tuta-tuta bədbəxt oldular. Həccə gedə-gedə bədbəxt oldular. Yəni, onlar meyar döylər, ölçü döylər. Ölçü ilahi rəhbəri, sana itaati vacib olan rəhbəri tanımaq və zamanında onun sözünü eşitmək və qəbul eləməkdir. Necə ki, ilahi rəhbərləri eşitməyən qövmlər, Quran buyurur, hamısı məhv oldu, həlak oldu. Allah bu mübarək gündə bizi və sizi həqiqi bağışlanmışların sırasında qərar versin inşallah. Allah aqibətimizi xeyirli eləsin inşallah.
Allah bizi her zaman itaati vacib olan rəhbərlərin itaətinə əməl edən müminlərdən qərar versin inşallah. Allah İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil eləsin. Allah bizi o həzrətin zuhuruna əhd eləsin. Allah inşallah bu məscidi abad edənlərin maddi mənavi dünya və axirətlərini abad eləsin. Boynumuzda haqqı olanların günahlarını Allah qələbə əfv çəksin. Allah dünyadan gedən valideynlərimizi Şaban ayıdır. Bu ayın hörmətinə, bu cümənin hörmətinə bağışlanmışlar, mən qərar versin. Məntəqəmizdə olan möminlərin sayını Allah günbə-gün artırsın. Allah bizi Qur'andan, Əhl-i Beytdən, vilayətdən ayrı salmasın. Allah inşallah, olar ki, İslamın əleyhinə, Qur'anın, müsəlmanların, məxsusən vilayət xəttinin əleyhinə otururlar, proqramlar tökürlər, proqramlar düzeyirlər. Məkərə o məkər Allah, Allahu xeyrul makirin. Allah onların məkirlərini başlarına qaytarsın. Allah inşallah müqavimət cəbhəsini düşmənlərinə qalib eləsin. Allah inşallah bu cəmiyin nə duası var, bu cümə günün hörmətinə müstəcab eləsin. Allah xəstələrə şəfa kəramət eləsin. İltimas dua edənlər var, onların Allah dualarını müstəcab eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl insana ləfi xusur illellezine amenu və amilus salihat və təvassav bil-haq və təvassav bis-sabr. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina, vel gâsimin Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi tayyibin el-tahirin el-ma'sumin ve ala vesiyyihi ve halifetihi Mevlana ve Mevla'l أمير المؤمنين علي بن أبي طالب وعلى حبيبته أم الحسن والحسين سيدة نساء العالمين فاطمة الزهراء سلام الله عليها وعلى الحسن والحسين سيد شباب أهل الجنة وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والقائم الحجة المهدي عجل الله تعالى فرجه الشريف أئمة المؤمنين وهمات المستضعفين عباد الله أوصيكم ونفسي بتقوى الله. Aziz ve hürmetli mümin kardeşler, yine özümü ve sizi ilahi takvaya amel etmeye davet edirəm. İnşallah o şəkillər ki verilir, ehtiramın onu bir hündürdə tutasınız da, bir silənizdə tutasınız. Allah sizdən razı olsun inşallah. Bir salavat etsin. Allahümme selam aleyhi Muhammed. Əziz və hörmətli qardaşlar, özümü və sizi yenə təqvaya dəvət edirəm. Əziz qardaşlar, bugün dünya elə bir mərhələyə gəlib ki, bir çox güclərin həqiqi siması açıq-aşkar görünür. Yəni, dünya elə bir mərhələyə gəlib çıxır ki, artıq insanlar bilirlər kimin nə olduğunu. İnsanların həqiqi üzləri üzə çıxır. İstər beynəlxalq aləmdə, siyasət aləmində, düşüncəli insanlar, vicdanlı insanlar, Allahdan qorxan insanlar ağı qaradan seçmə gücündədirlər. Əgər biraz daxillərinə, vicdanlarına müraciət eləsələr, görərlər ki, məsələ nədir?
Qərb siyasətçiləri həmişə olduğu kimi gözəl şüarlar verir, gözəl qərarlar alırlar. Bugün qərb siyasətçiləri insan haqlarından danışır. Görürsən ki, beynəlxalq təşkilatlar var, hüquq təşkilatları var, insan haqlarından danışırlar. Söz və media azadlığından danışırlar. Söz azadlığıdır, media azadlığıdır. Global sülhdən danışırlar. Elə ki, dünyanın, bütün yer kürəsinin sülhə ehtiyacı var. Gərək yer kürəsində sülh, əmin-amanlıq olar. Bu, onların dediyi sözlərdir, şüarlardır, yığılırlar, danışırlar. Amma əməldə Fələstinli uşaqların qətilyamını dəstəkləyirlər. Fələstində təqribən deyirlər ki, 30.000 uşaq təkcə əlildir. 30.000 körpə məsum uşaq əlildir. O zəlzələdən 3 il ötür. Təbii ki, o da faciə. Ona əsrin faciəsi deyirlər. Medialarda baxıram, yazırlar ki, əsrin faciəsi. Təbii fəlakət, əlbəttə ki, Allah onlara rəhmət eləsin, səbr edir. Əsrin faciəsi Fələstindir. Əsrin faciəsi Qəzzadır. Yəni, əsrin həqiqi faciəsi orada olan hadisədir. Və orada kimin ki, o cinayətdə əli var, köməyi var, qiyamət günü hamısı Allahın məhşərində cavab verəcək. Biri dilindən kömək elədi, biri əlindən, biri neftindən kömək elədi, biri nefti ötürdü. Hər kim o cinayətdə iştirak edir, qiyamət günü Allahın huzurunda cavab verəcək. Çünki hədisdə var, qiyamət günü zalimlər nida olunanda, həttədir onların qələm və mürəkkəbinə kömək edənlərə çağıracaqlar. Görürsən ki, şüar verirlər, yığılırlar beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, BMT-si, amma əməldə bir nəticə yoxdur. Yüz minlərlə günahsız insanların qətlə yetirilməyinə səbəb oldular. Dərman və qidanı xalqa qadağan edən sanksiyaları tətbiq edirlər. Müharibə yaradır, sonra özlərini xilaskar kimi göstərirlər. Qur'an bu davranışı belə təsvir edir. O hakimiyyəti ələ keçirdikdə yer üzündə fəsad törədir, əkinləri və nəsli məhv edir. Bəqərə 205. Bu tarixi bir hadisədir. Cinayəti törədir, qanların tökülməyinə səbəb olur. Bu qanların axmağını yaradırlar, silahını kəşf edirlər, satırlar silahlarını, öz güclərindən istifadə edirlər, qan axıdırlar, özlərini cəmiyyətə sülh bərpasız kimi, insan ədalətinin tələbkarı kimi göstərirlər. Təbii ki, bunu ağıllı insanlar qəbul eləmir, düşüncəli insanlar bunu qəbul eləmir. Quran buyurur ki, onlar hakimiyyətə ələ keçirdikdə yer üzündə fəsad törədir, əkinləri və nəsli məhv edir. Bu ayə təkcə tarix deyil, bugünün dünyasının təsviridir. Nəinki bu, hassas bir hakimiyyətin vaxtında, zalim hakimin vaxtında olub, onlar belə eləyirlər. Bu ayə bugünkü dünyamızın təsviridir, qardaşlar. Yer üzündə qan tükənlər, yer üzündə fəsad törədənlər, yer üzünün ədalətindən danışırlar. Onlar ki, insanların qətlinə imza atırlar. Qlobal zülmə qarşı Quranın meyarı var. Quran bizə ümumi zülm baş versə nə eləməyimizi Quran bizə öyrədir. Nə üçün Allah yolunda və zəif düşmüş məzlumlar uğrunda mübarizə aparmırsınız? Nisa 75. Məzlumun müdafiəsi siyasi seçim deyil, dini vəzifədir. Məzlumun müdafiəsi siyasət deyil ki, bu məzlumu müdafiə eləmək lazımdır. Dini seçimdir. Dinin deyil gərək məzlumu müdafiə edirsə.
Ona görə də İnqilab rəhbərinin mövqeyi Qur'anın mövqeyidir. Bu şəraitdə İnqilabın ali rəhbəri dəfələrlə açıq şəkildə buyurmuşdur. Biz harada olursa olsun məzlumun tərəfdarıyıq və kim olursa olsun zalimin qarşısındayıq. Bugün vilayət xəttinin şuarı budur. Qur'an buyurur ki, məzlum hər kimdirsə da yanındayıq, zalim hər kimdirsə da onun qarşısındayıq. Zülmün nə coğrafiyası var İslam'a görə, zülmün nə məzhəbi var, zülmün nə dini var. Bizim Əhl-i Beyt imamları və Peyğəmbər bu əqidədədir ki, məzlum Məsihi də olsa məzlumdur, Əhl-i Kitab da olsa məzlumdur, haqqı gərək bərpa olma, Əhl-i Sünnət də olsa məzlumdur. Bunu İraqda, Suriyada və başqa torpaqlarda Əhl-i Beyt məktəbinin ardından gedən insanlar reallaşdırdılar. Özləri deyirlər ki, Məsihlilərin bizi kilsədən filan adam gəldi, xilas edildi Daişin əlindən. Daiş təkcə işit yaratmışdılar, o təkcə müsəlmanlar üçün təhlükə deyildi. O insanlıq üçün bir təhlükə idi. İnsanlığı aradan aparmaq üçün bir proje idi, çəkmişdilər. Elhamdülillah şəhidlərin qanının hörmətinə o proje aradan getdi, məhv oldu. Hansı xəttin əsasında? O xəttinki vilayət xəttidir. Ona görə məqam müəzzəm rəhbəri buyurur ki, bizdən ötürü məzlumun dini və kimliyi yoxdur. Harada məzlum var, biz onun müdafiəsinə qalxacaq və onu müdafiə edəcək. O vurğulayır ki, rəhbər, ali məqamı rəhbər vurğulayır ki, istismarçı sistem islah olunan deyil, onun mahiyyəti zülümdür. Bu ağanın sözüdür. Ola ki, məntəqədə zülmü elirlər, zülmü yayırlar, ağa deyir, o islah olandır. Çünki onun əsas mahiyyəti zülmdən ibarətdir. O deyir, mən harada qan döküm, nə tər zülm edilir? Çünki bunun düşüncəsi odur, o islah olan deyil. Necə ki, görürsünüz, illərdir islah olmurlar, illərdir qan tökməklə məşğuldurlar. Quran onları qətələtul ənbiya, onlar peyğəmbərləri öldürdülər. O qövm ki, büyün dünyaya qənim kəsiliflər, siyonistlər, yahudilər, onlar peyğəmbər, bir gündə rəvayətdə var, 70 peyğəmbər 100 abid öldürürdülər. Ağa buyurur ki, onların düşüncəsinin mahiyyəti zülmdən ibarətdir. Zülmdür onların hədəfləri, o islah olunmazdır. Düşmən qarşısında geri çəkilmək onu daha da cəsarətləndirir. Ona görə də həmişə müqavimət cəbhəsi lazımdır. Yəni, əgər bir adam geri çəkilsə, geri addım atsa, düşmən cəsarətlənir. Tarixdə o işi görürdülər, bugün də görürlər. Uhudda insanların zehnini qarışdırmaqdan ötürü dedilər, Peyğəmbər öldürüldü. Bir ağıllı sahabə var idi, düşüncəli, təqvalı. Dedi, Peyğəmbər öldü, Peyğəmbərin ki, Allahı ölmədi. Biz tohidə görə vuruşuruq, Allaha görə. Və müharibəyi davam edilədilər. Təbii ki, bəzi müsəlmanların zəif düşüncəsizliyi və ağılsızlığı o müharibənin məğlubiyyətinə gətirib çıxardı. Burada birinci nöqtə yenə var. İlahi rəhbərə itaat olunmadı. İlahi rəhbər dedi, 50 oxçu dağda durun. Utsaq da dağdan inmeyin. Gördülər ki, müsəlmanların biraz irəliyirlər. Bir nəfərdən başqa 49'u endi, arxadan hücum edilədilər və müsəlmanlar məğlub oldu. Nəyin nəticəsində? İlahi və itaəti vacib olan rəhbərə qulaq asmamağın nəticəsində. Yəni, bizim xoşbəxtçiliyimiz Allah, Peyğəmbər və ondan sonra itaəti vacib olan insanlara qulaq asmaqdadır. Öz düşüncəmizə yox, axirətimiz, dünyamız əgər abad olmağını istəyirsə də, itaəti vacib olan insanın sözünə gələk, qulaq asaq. Bu dövrlər insan gələk buyurur ki, Allah Qur'an-ı Kərimdə
İnsan gələn rəhbərinə itaətdə ola. Allaha itaət edin, Peyğəmbərə itaət edin və sizdən olan əmr sahiblərinə itaət edin. İsa 59. Atiullah və atiur Rasul və ulul əmri minkum. Yəni itaət çox önəmlidir. Allahı eşitmək, Peyğəmbərə və itaəti vacib olan rəhbəri eşitmək. İlahi rəhbərliyə itaət ümmətin birliyini qoruyur. Düşmənin nüfuzunun qarşısını alır, fitnələrdən təhlükəsiz keçidi təmin edir. Rəhbər buyurur, ali məqamlı rəhbər, xalqlar ilahi rəhbərlərin arxasında dursa, heç bir güc onları məğlub edə bilməz və həmçinin rəhbərliyi zəiflətmək düşmənin əsas hədəfidir. Tarixi təhlil edin, oxuyun. Onlar ki, Siffeyində Quranları niziyə taxdılar, ilahi rəhbərdən uzaq düşdülər. Xəvaric, Cəməl, Siffeyn, Nəhravan, bunlar tarixi hadisədirlər, ilahi rəhbərə qulaq asmadılar və fitnələr yarandı. Salavat ehsan edin. İstismar cəbhəsi öz mənafeyini xalqların qanından üstün tutur. Medianı yalan alətinə çevirir. Qorxu ilə hökmranlıq edir. İlahi rəhbərlik cəbhəsi qanının bahasına baxmadan həqiqəti deyir. Məzmundan yana olur, qorxu yox, ümid yaradır. İlahi rəhbər bu düşüncədədir. Amma onlar ki, zülm edirlər, onlar deyir, bizim mənafeyimiz 30 min uşaq əlil oldu, neçə min insan dünyasını dəyişdi, neçə min insan məhv oldu, aradan yeti fərq eləməz, biz öz məqsədimizə çataq. Amma ilahi rəhbər deyir, yox, ilahi rəhbər onların əksini deyir. Necə ki, büyün onu göstərir. Yer üzünə mənim salih bəndələrim varis olacaq. Ənbiya 105 ilahi rəhbər bunu deyir. İlahi rəhbər deyir, وَلَا تَهِنُوا وَلَا تَهْزَنُوا qəmlənməyin və qorxmun. Allah yer üzünü salih insanların əlinə gətirər. Salih insanlar yer üzünün varisləri olarlar. İmam-ı Zaman əleyhissalamlarla bizə bəyan edilir. Bu ilahi rəhbərin bizə dediyi sözdür, inqilabın rəhbəri dəfələrlə vurgulamışdır. Gələcək zülm cəbhəsinin yox, müqavimət cəbhəsinindir. Bu siyasi analiz deyil, ilahi bir vəddir. Böyük sözdür. Deyək, gələcək, məqam müəzzəm rəhbəri buyurur, gələcək zülm cəbhəsinin yox, müqavimət cəbhəsinindir, dirəniş cəbhəsinindir. Bu siyasi bir təhlildir. Bu ilahi vəddir ki, Allah Quranda vəddir. Belə bir bəsirətli bir şəxsiyyətdir. Belə bir bəsirətli insandır. Suriyadan, başqa yerlərdən əhl-i sünnət alimləridir. Seyyid Əli Xameneyi Həzrətləri bizim də rəhbərimizdir. Aza sevən insanların rəhbəridir. Bir kütlənin rəhbəridir. Əhl-i beyt məktəbinə inananların rəhbəridir. Dünya məhdumlarının rəhbəridir. Allah inşallah bizi həmişə vilayət xəttində qərar versin. Allah bizi həmişə məzlumun yanında, zalimin önündə qərar versin. Allah dünyada olan zülümləri İmam-ı Zaman ağanın zuhurunla inşallah aradan qaldırsın. Allah müqavimət cəbhəsini düşmənlə üzbəüz dayanan cəbhəyi həmişə öz düşmənlərinə qalib eləsin. Allah aqibətimizi xətmi bir xeyr eləsin. Allah bu cəmiyin bu anda, Şaban ayında nə duaları var, ali dərəcədə müstəcab eləsin. Allah inşallah bizi yeri gələndə Allah bizə elə bir iman versin ki, elə bir tevhid gücü versin ki, malımızdan, canımızdan, ailəmizdən keçməyi Allah bizə İslam yolunda lütf eləsin. Allah İmam-ı Zamanın zuhurunla bütün dünyanın ehtiyacı olan sülhü bərpa eləsin. Allah yanımızdan çıxan duaları bu cəmin haqqında qəbul eləsin. Allah bizi bir-birimizə mehribar eləsin. Allah ölkəmizi, məmləkətimizi yerin göyün
türlü belalarından, xoşa gəlməz hadisələrdən hifz eyləsin. Allah inşallah bizi bağışlanmış şəkildə Ramazan ayına dəvət olmuş müminlərdən hər birimizi qərar versin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahu səməd. Ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuven əhəd. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh.